Salam olsun herkese, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə VS Code-un yüklənməsi və bizə lazım olan digər alətlərin yüklənməsi haqqında sizə məlumat verəcəm. Hansı ki, bu alətlər bizə HTML yazmaq üçün lazımdır, bəziləri mütləq şəkildə lazımdır, bəziləri isə köməkçi vasitələrdir və bunları sizə göstərəcəm. İlk öncə VS Code-un yüklənməsi, yəni Visual Studio kodun yüklənməsi haqqında danışacağam. Daha sonra Chrome burada var, brauzerdir bu. Ümid edirəm ki, brauzerin nə olduğunu bilirsiniz. Məsələn, Edge-də var burada, aşağıda burada məsələn qeyd olunubdur məndə. Ola bilər ki, sizdə həmin brauzerdir və yaxud da ki, Mac istifadə edirsiniz, Safari-dir və sair digər brauzerlərdir. Təbii ki, onlardan da istifadə edərək layihələri görüntüləyə bilərsiniz. Heç bir problem yoxdur. Amma mən Chrome istifadə edəcəm. Siz də Chrome istifadə edə bilirsinizsə əgər çox gözəl olar. Mənimlə eyni belə deyək də prosesləri icra etmiş olarsınız. Amma qeyd etdiyim kimi digər brauzerlərdə istifadə edə bilərsiniz. İndi mən buradan Chrome-a daxil oluram. Belə bir səhifə açıldı məndə. Deməli, ilk öncə baxın, VS Code-un yüklənməsi üçün VS Code download yazsınız əgər, belə bir səhifə sizi qarşılayacaq. Burada fikir versəz, baxın, öz veb saytında olan hissə gəldi və bura daxil oluruq. Baxın, klik edirəm bura. Burada bizə seçimlər verir Windows əməliyyat sistemi üçün, daha sonra Linux, Mac və s. bu formada yükləmək üçün bizə seçimlər verir. İndi məndə Windows olduğu üçün Windows seçəcəm. Sizdə hansı əməliyyat sistemidirsə əgər, onu seçə bilərsiniz. Klik edirəm bura və burada fikir verin, yükləmə hissəsinə artıq gəldi. Baxın, burada yüklənir. Daha öncə test məqsədi ilə mən yükləmişdim, ona görə aşağıdakılara fikir verməyin. Hal-hazırda burada yüklənir, bu yüklənir. Baxın, açıldı və burada fikir verin, folderə vursam əgər, hansı folderə düşübdür, yükləmə zamanı hara düşüb, ora aparacaq məni. Klik edirəm bunun üzərinə və gətirdi burada yükləmələr hissəsinə məni. 2 dəfə klik edirəm üzərində. Mən indi tam yükləmə etməyəcəm. Sadəcə siz də bu prosesi izləyin. Sizdə proqram olmadığı üçün bu prosesləri izləmək lazımdır. Buradan qəbul edirik razılaşmanı, next edirik. Baxın, bu seçimlər zaten var. Bir də created desktop icon deyir burada. Yəni desktopda icon yaransın yoxsa yox. Bunu demək istəyir. Baxın. Burada yəni icon olsun yüklənəndən sonra yoxsa yox. Bəli, mən istəyirəm ki, olsun. Ona görə də bunu da seçəcəksiniz. Next deyəcəksiniz və install edəcəksiniz. Artıq proqram sizdə yüklənmiş olacaq. Aydındır, mən yükləmirəm çünki məndə hal-hazırda yüklüdür zaten. Amma siz burada install dedikdən sonra artıq next install deyəcəksiniz və yüklənmiş olacaq proqram. Desktopa da bura bu formada icon gəlmiş olacaq. İndi burada X verirəm mən buna, yes deyirəm ki, yükləməsin. Bu proqram düşünün ki, yükləndi sizdə. Baxın, 2 dəfə klik edirəm üzərində, proqramı açmaq üçün üzərində 2 dəfə klik edirik və belə bir səhifə qarşılayacaq sizi. Ola bilər burada fərqli pəncərələr də açıq olsun. Baxın, bu X-i klik etməklə, yəni hansı pəncərə açıldısa ona klik etməklə onu bağlaya bilərsiniz. Burası aydındır, elə deyil. İndi burada tema fərqi var. Sizdə ola bilər ki, burada deməli ağ formada gəlsin görüntü və s. Bunları necə düzəldə bilərik? Bunlar haqqında danışacağam. İlk öncə istəyirsə elə gəlin onu deyim. Burada fikir verin, extensionlar hissəsi var. Sizdə bu hissələr az gələcək. Məsələn, bu konteyner hissəsi deyilən digərləri gəlməyə bilər. Fərqi yoxdur. Hansılar gəlirsə üzərinə aparın, saxlayın. Baxın, extension. Fikir verin, extension. Buna klik edin. Yəni bunu tapıb klik edin. Iconlar burada fərqli ola bilər sizdə. Çünki mən sonradan bunları dəyişdirmişəm. İndi bura klik edeyim. Fikir versəz əgər məndə burada çoxdur. Extensionlar. Yəni bu extension niyə görə lazımdır bizə desəz əgər, biz kod yazdığımız zaman bizim işimizi rahatlaşdıran alətlərdir bunlar. Aydındır? Hansı ki bizim işimizdə rahatlıq yaradır və kodları yazdığımız zaman əsas fokuslanmalı olduğumuz yer kodun məntiq hissəsi olur, onun dizayn tərəfi olmur. Və burada hansı extensionlar yüklənməlidir, onları sizə bildirəcəm və dərslərdə təbii ki izah eləyəcəm onun niyə görə lazım olduğunu, aydındır? Burada məsələn baxın, deməli Prater var burada. Baxın, bu hissəyə, burada kursorun olduğu hissəyə bunun adını yazın. Gələcək sizdə də gələcək. Logosu da burada var. Buna klik edəcəksiniz. Burada sizdə install gələcək. Install vurun, artıq yüklənmiş olacaq. Aydındır. Birinci növbədə bunu yükləyin. Daha sonra live server yazın. Baxın, yenə burada axtarış hissəsinə source extension deyir burada. Deməli, baxın, live server yazacaqsınız. Burada yazılıbdır və iconu bu formadadır. Yüklənmə sayına da baxsaz 70 milyondur. Burada install gələcək. Bunu yüklüyürsünüz. Daha sonra buradan görüm nə yükləməyə ehtiyac var. HTML yazmaq üçün sırf. Başqa belə baxıram, ehtiyac yoxdur. Ehtiyac yoxdur. Bu ikisini yükləsəz kifayət eləyəcək. Bildinizdə ümid edirəm. Prater-i yükləyəcəksiniz, bir də live serveri yükləyəcəksiniz. Bura adını yazacaqsınız. Məsələn. Baxın, gəldi. Bu formada adını yazanda gəlir. Klik edirsiniz üzərinə, burada install gələcək, install edirsiniz. Bu ikisini yükləyin və sizdə bu qalsın, aydındır. Burada indi buranı boş saxladığımız zaman install et hissəsində, sizin yüklədikləriniz hissəsində həmin o 2 dənə görsənəcək. Aydındır.
Printer birdəki live server görsənəcək. Bu mənim əlavə yüklədiklərimə qeyd etdiyim kimi fikir verməyin. Mən digər texnologiyalardan istifadə etdiyim üçün onları yükləmişəm. İnşallah gələcəkdə həmin texnologiyalarda mən sizə izah etdiyim zaman, dərs olaraq, kurs olaraq keçdiyim zaman bunlar haqqında danışacağıq. Hal-hazırda sizə 2 dənə extension lazımdır. Bunları yüklədik, elə deyil. Daha sonra burada tema, mənim temam nədir? Burada baxsaq əgər fikir verin. Burada bu açar işarəsinə klik etdikdən sonra tema hissəsi var. Məsələn, color temaya vurduğumuz zaman deep dark material tema gəlir məndə. Full black versiya gəlir məndə. Baxın, bunu yükləyə bilərsiniz siz də. Bunu da yükləmək üçün deep dark material tema yazmaq lazımdır bura extension hissəsinə elə. Deep dark yazıram. Material tema. Bu gəldi, fikir verin. Bunu yükləyəndən sonra artıq burada seçim edə biləcəksiniz. Burada install elə. Məcbur deyil ha. Sizin temamız sizi xoşunuza gəlirsə bunu yükləməyiniz məcbur deyil. Sadəcə məndə bu formadadır, ona görə göstərirəm. Başqa temalarda istifadə edə bilərsiniz. Bunu yüklədikdən sonra temanı seçə biləcəksiniz. Daha sonra burada tema hissəsinə baxıram yenə. File icon tema var burada. Faylların hansı ki iconları necə görsənsin. Material icon temadan götürmüşəm mən. Onu da buradan yazacaqsınız. Baxın. Icon tema. Baxın, bunu da yükləyə bilərsiniz. Burada install hissəsi gələcək. Bunu yükləyəcəksiniz. Artıq burada hər hansı bir faylları açdığımız zaman bu hissədə bizim fayllarımız olacaq. Onlara uyğun iconlar olacaq. Məsələn, HTML üçün icon olacaq. O icon məndə fərqli görsənə bilər, sizdə fərqli görsənə bilər. Amma bunu yüklədiyiniz zaman deməli, atom materialdır. Mən səhv baxdım deyəsən. Atom material deyil axı məndə. Yoxsa atomdur. Tema hissəsinə baxırıq. Color tema, file icon tema. Material icon tema yazmalıyıq. Material icon tema. Baxın bunu. Atom material icon yox. Material icon tema. Yəni dediyim kimi bu məcburi deyil. Bu sizin zövq məsələvinizdir. Sadəcə istəyirsinizsə iconlar falan mənlə eyni düşsün. Ona görə mən istifadə etdiklərimi sizə göstərirəm. Siz də bunu yükləyə bilərsiniz deyə. Amma məcbur deyil. Amma deməli burada ilk öncə göstərdiklərim ki var. Bunlar baxın. Creator'dır, bir də ki live serverdir. Bunları mütləq şəkildə yükləyin. Amma bu temaları yükləmək sizin öz seçiminizdən asılıdır. Aydındır? Belə bu formada, yəni bu temalar color tema, file icon tema, bunlara baxdıqda indi color temada deməli deep dark material tema, full black version. Mən bunu istifadə edirəm. Bunun təbii ki başqaları da var burada. Məsələn, default versiyası var. Yəni full black mən seçmişəm, bu var bildiniz. Bu digərləri isə başqa temalardan gələnlərdir. Bu belə. Deməli Visual Studio kodla qurtardıq. Bunları yüklədiniz. Qeyd etdiyim kimi bununla bu live serverin istifadəsini də HTML sənədini yaratdığımız zaman mən sizə göstərəcəm. Visual Studio kodu yüklədik, bizə lazım olan extensionları buraya əlavə etdik. Elə deyil, burası öz yerində. Bu Visual Studio kodda yazı şriftləri falan necə böyüdüb kiçildə bilərik. Onu da dediyim kimi HTML sənədi açdığımız zaman sizə göstərəcəm. Buranı bağlayıram buradan. İndi bizə lazım olacaq bir şey də var. O nədir? Əslində tam olaraq belə deyək də, lazımdır, lazım deyil demək olmaz. Bunu da bağlayıram buradan. Amma istifadə etsəz yaxşı olar. O da tərcümə üçün olan bir şeydir. Ola bilər proqramlaşdırmaya yeni başlayırsınız və ingilis dili səviyyənizdə çox yaxşı deyil. Yəni çox irəli səviyyədə deyil. Bu çox normaldır. Yəni bunu kompleks etmək lazım deyil. Baxın, burada bir extension var məndə. Üzərinə klik eləyirəm. Mouse Tooltip Translator yazılıbdır burada. Bu çox gözəl bir alətdir. Ona görə mən sizə məsləhət görürəm ki, bunu yükləyəsiniz. Bunu da necə yükləyəcəksiniz? Baxın, əgər Chrome istifadə edirsinizsə, Chrome-da bunu yazırsınız. Digər brauzerlərdə yoxlamamışam. Əgər sizdə Chrome yoxdursa, indi mən burada yazıb göstərirəm sizə. Sizdə Chrome yoxdursa əgər, hansı brauzerdən istifadə edirsinizsə, ora, məsələn, Google Chrome download yazsaz əgər bu formada, burada bu hissə gələcək, buradan download eləyə bilərsiniz, yükləyə bilərsiniz. Yəni indi sponsorlu hissə gəldi, download eləyə bilərsiniz. Və təbii ki, sizdə burada görsənəcək artıq. Desktopa düşmüş olacaq eyni zamanda. Yəni next deyəcəksiniz, indi orada ardıcıllıqları izləyəcəksiniz. Bura düşəcək və daha sonra Chrome-dan istifadə edə biləcəksiniz. İndi bu extension-a necə yükləyə bilərik? Mouse Tooltip Translator yazılıb buraya, elə deyil. Baxın, tamamlayıcı gətirdi mənim üçün. Mouse Tooltip Translator gəldi. Enter vurursunuz. Burada fikir verin, bu hissə gəlməlidir. Baxın, bu hissə gəlməlidir. Bura daxil olacaqsınız. Bura daxil olacaqsınız. Və burada sizdə install hissəsi gələcək. Məndə remove from Chrome gəlir. Niyə görə? Çünki məndə artıq Chrome-da var bu. Amma sizdə burada Chrome-a əlavə et və yaxud da ki, install, download gələcək də bu hissədə. Onu vuracaqsınız. Sizdən soruşacaq ki, bu extensionlar hissəsinə bunu əlavə edək, yoxsa yox. Siz deyəcəksiniz ki, bəli, OK verəcəksiniz, quş işarəsi gələcək, ona OK verəcəksiniz, yüklənəcək. Yükləndiyindən sonra artıq, baxın, yükləndiyindən sonra artıq bu hissədə bura klik eləyəcəksiniz. Bura düşəcək, amma bu bəktlik seçilmiş olmayacaq. Baxın, bura klik eləyirəm, gizlənmiş olur.
Burada görünmür. Sizdə də bu formada olacaq. Ona görə buna klik eləyəcəksiniz və bunu açacaqsınız burada. Burada görsənəcək. İndi gəlir bunun istifadə qaydası necə olacaq? Məsələn, burada HTML yazaq elə. HTML yazaq məsələn. Bura daxil olaq. Bura daxil olduq. İndi məsələn, mən istəyirəm ki, bu mətnləri tərcümə edeyim də. Ola bilər mən ingilis dilində bunu başa düşmürəm. Sadəcə tərcüməsinə baxmaq istəyirəm. Bir var bunu buradan kopya eləyim, aparım, orada tərcümə proqramına atım, orada tərcümə edeyim. Bir də var sürətli şəkildə tərcümə edeyim. Onun üçün nə edəcəksiniz? İlk öncə gəlin baxın, bu ayarları setting hissəsindən, bu main hissəsindən bu ayarları düzəltməlisiniz. Üzr istəyirəm, zəng gəldi mənə. Deməli, baxın, translator from hansı dildən tərcümə olunsun? İngilis dilindən seçilib burada. Klik edəcəksiniz, ingilis dilini seçəcəksiniz. Hansı dilə tərcümə olunsun? Mən Azərbaycan seçmişəm, siz türkcə də seçə bilərsiniz. Translator engine burada hansı engine istifadə olunsun? Mən bunu seçmişəm, bu səhv etmirəmsə süni intellekt istifadə eləyir. Ona görə bunu seçmişəm. Burada Google-un və sair digərlərinin də vardı, enginləri vardı. Onlardan da istifadə etmək olar. Daha sonra burada translate nə zaman olsun deyir, tərcümə etmək nə zaman olsun. Mən select seçmişəm. Burada mouse over var, yəni üzərinə gəldiyimiz zaman. Məsələn, klik edirəm, bu formada üzərinə gələndə tərcümə etməlidir bizim üçün. Fikir verin, üzərinə gəlirəm, tərcümə edir. Amma bu artıq işdir, çünki çox burada pop-up açılacaq bu formada üzərində gəzdiyimiz zaman. Ona görə də mən bunu, baxın, burada select seçmişəm. Burada ikisini də seçmək olar. Həm select, yəni bu formada seçmək zamanı bunu da etmək olar. Həm onda, həm də üzərinə gələndə olsun. Amma mən burada select seçirəm yalnız. Yalnız bu formada seçdiyim zaman onu mənim üçün tərcümə etsin. Necə tərcümə etsin? Cümlə olaraq və s. bunlara dəymirsiniz. Keyboard hissəsində də dəymirsiniz. Mən burada, deməli, burada show tooltip nə zaman görsənsin deyir. Always qalsın bu. Always olaraq saxlayın. Bir də voice hissəsi. Burada mətni seçim, məsələn, kopya falan etdiyimiz zaman səsli olaraq oxumasını istəmiriksə, voice hissəsinə keçirik. Burada voice volume-u sıfıra çəkirik. Məsələn, 1 olacaq sizdə çox güman ki, 1 olduğu zaman bunu seçdiyimiz zaman mətn səsləndirilmiş olur. Ctrl-C etdiyimiz zaman səhv etmirəmsə. Amma mən istəmirəm onu, səsləndirmək istəmirəm. Sadəcə mətn olaraq tərcüməsini istəyirəm. Ona görə 0 edirəm bunu. Voice volume-u da 0 etdik. Burada qrafik və s. də var, burada speed və s. Bunlar da bizə maraqlı deyil. Yəni məndə bu deməli ayarları etdiyim zaman normal formada işləyir. İndi baxın, bu formada saxlayın. Siz də baxın da ekran görüntüsündə saxlayıram. Siz görəsiniz. Məndə necədirsə, siz də özünüzdə o formada saxlayın. Baxın, bu formada voice hissəsində də bir dənə voice volume-u 0-a çəkmişəm. Belə. İndi main hissəsinə qayıdıram təzədən. İndi necə istifadə edəcəyik? Məsələn, gəlirəm bunu, seçirəm buradan, fikir verin. Tərcümə eləyir mənim üçün. HTML web səhifələri üçün standart işarələmə dilidir. Aydındır, məsələn, with HTML UNM-nə siz saytınızı deyir HTML ilə öz web saytınızı yarada bilərsiniz. Görürsünüz, yəni hansı sözdə çətinliyiniz olsa, onu yalnız tərcümə edin. Web sayt məsələn. Seçirəm, yalnız bu sözü bizim üçün tərcümə edir. Aydındır? Yəni qeyd etmək istəyirəm ki, bu aləti istifadə etmək sizin üçün çox gözəldir. Yəni bunu sizə göstərməyə də bilərdim. İngilis dilində oxuyub keçərdim mən. Amma istəyirəm ki, siz gözəl öyrənəsiniz. Siz həqiqətən öyrənə biləsiniz. Aydındır? Düzgün istifadə edə biləsiniz interneti, alətləri. Ona görə bu extensionu da mən sizə göstərmək istədim. Baxın, seçmişəm, deyir HTML öyrənmək asandır. Bundan zövq almaq lazımdır. Aydındır? Yəni bu formada hansı nədə çətinlik çəksəz, avtomatik seçirsiniz burada, sizə tərcüməsini verir. Aydındır? Onun üçün də bu aləti yükləməyi sizə məsləhət görürəm. Mütləq şəkildə işinizi çox rahatlaşdıracaq. Bu qədər. Yəni Visual Studio Code-da yüklədik. Chrome-un da yüklənməsini ümid edirəm. Bilirsiniz, sizdə var və yaxud da olmasa da başqa brauzerlərdən istifadə edə bilərsiniz, amma bilmirəm, onlarda bunu istifadə edə biləcəksiniz yoxsa yox. Amma hər halda olacaq. Yəni hər brauzer üçün mövcuddur. Bunu yazıb axtarsanız, məncə həmin brauzer üçün də olar. Mən buna inanıram. Belə. Artıq inşallah deməli, alətləri yüklədiyimiz üçün, bizə lazım olan alətləri yüklədiyimiz üçün HTML yazmaq üçün bizdə artıq bir problem qalmayıbdır. Yəni növbəti dərsimizdə inşallah ilk deməli HTML sənədimizi yaradacağıq, faylımızı yaradacağıq və onu necə Visual Studio Code-da aça bilərik. Burada bir neçə belə deyək də yolları göstərəcəm sizə necə edə bilərik ki, faylları Visual Studio Code-da açaq. Bu formada çox aydın şəkildə dərsləri izah edəcəm, amma bu qeyd etdiklərimi %100 çalışın yerinə yetirin, çünki sizin işinizi çox rahatlaşdırmış olacaq. Ümid edirəm faydalı dərs oldu. Növbəti dərsdə görüşək.